İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Belə ki, məhsullar yerli bazara çıxarılmaqla yanaşı xarici bazara, yəni Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur. Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıqlar vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir.
Çeşidləmə sahəsində həmçinin saatda 1000-dən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır. Soyuducu ambar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8700 ton tutuma malik soyuducu meyvə ambarından, çeşidləmə və paketləmə sahəsindən, material ambarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu ambar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib. Layihə dəyəri 18 milyon manat olan İsmixanlı bağçılıq və soyuducu ambar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədi ilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.